Okay. Oldu da başlayaq dərsə. Deməli, ekran paylaşım. Hamı gördü ekranı? Bəli. Yaxşı. Deməli, bunu atmışmız da az biçinə. 8 nəfər işləyib sadəcə. Yəni, o birlər sualları yaza bilmədiyi üçün işləməyib, yoxsa? Məsələn, Rüfət, sən işləmsən? Öyle sen bu arada yani onu koymayacaksa da yukarıda bir de login hissəsi olmalı. Sen de oradan girip de hesaba girebilirsin elə. Rüfət, sen yazanmadın ümumiyyətlə sualları işləmədin, yoxsa vaxtın falan olmadı? Müəllim, mən girə bilmirdim. VCC ümumiyyətlə. Yox, müəllim, oradan keçdim qeydiyyatdan, amma tapşırıqları görə bilmirdim. Hə, tapşırıqları görmək üçün sən username-ı göndərmisən? Bəli. Ondan əlavə eləmişim. Instagram. Hansıydı sənin username-in? Bəlkə mən gözdən qaçırmışam. Daha aşağıdadır yoxsa yuxarıda? Fatimə 13 RC olmalıdır. Aha, onun burada yuxarıdan da. Hə. Sən onu qəbul etməmisən də dəvət hələ ki. Orada şeylə, yurda adın qırmızı rəngli cavab sönəcək, orada gəl mesaj hesaba bas. Yəni girsən videoya. Yəni başqa girə bilməyənlər varsa deyin istəyəsən. Burada adın üstünə basırsınız, buradan mesaj gəlir. Bu mesajı girəndə burada bildirim olacaq da, oradan Summer Camps'a basıb dəvəti qəbul etməz. Yəni məsələn indi sual versəm eləyə bilərsən burada? Fatma. Olar müəllim. Can da elə birinci sual bir yerdə baxaq istəyirəm. Deməli, sual deyir ki, burada sualın şərtini anlamayan var ümumiyyətlə, sualın şərtləri. Yəni, onlarda problem yaşayan var. Yəni, burada problem varsa deyin, yəni, çox problem şey yoxdur. Sadəcə hər birini bir izah edərəm. Yəni, sual şərtlə nə istədiyini. Yəni, bir şey yoxdur orada. Müəllim, məndə elə bil mən loginə girirəm, alınmır kod. Nə edə bilərəm? Sən də şifrəni başlamışsın şeylə. Bu login eləyəndə şifrəmi unutmuşam var orada. Məncə gəlməlidir orada. Nə müəllim? Buraya girsən bu login hissəsindən də burada forget password var. Yəni password yazırsan. Ona basanda e-maili yazırsan birinci ora, sonra forget password deyəndə şey göndərir. E-mail və resetləmək üçün kod göndərir. Deməli, sənə Bahar, məsələn, sualda birinci deyir ki, sizə 2 rəqəmli bir ədəd verilir, hansı ki 10-dan 99 arasında yəni. Bu ədədin rəqəmlərin yerini dəyişdirib çıxışa verir. Məsələn, 83-sə 88-in yerinə dəyişsən 38 alınır kimi.
İndi sən də bunu nətər eləyərik? Fatimə də. Mən Dəqiqə. kodu deyim Dəqiqə. yazırsın. Aha. Yəni birinci necə başlamalıyıq birinci? Int n nöqtə virgül Bəli. sin böyük işarəsi 2 dənə Yəni sağa tərəf bax kimdə düşünə bilərsən belə ağzı saxlamışsın. n nöqtə virgül int onluq Olar. Yəni bərabərdir n bölünsün 10 nöqtə virgül. düzdür. Sonra Int təklik bərabərdir n faiz 10 nöqtə virgül. burada birincədir, burada ikinci rəqəm tapırıq da. Yəni bunu demişdin də. Cout təklik vurulsun 10 plus 10'luq nöqtə virgül. Plus 10'luq nöqtə virgül. Bəli, tamam düzdür. Amma məsələn, yəni bunu belə vurmasan deyil də, yəni bu düz verəcək, bunda problem yoxdur. Amma bir yerdə səhv verə bilər, bir yerdə bug yarana bilər məsələn gözlə, göstərməkdə. Göndərəndə tam ol versə, yəni onu deməkdir ki, test case-lərin özünə sıfır demir. Test case şey deyir. Bug var məsələn, çünki bura deyək məsələn 10 verdiyin zaman çıxış sadəcə 1 verir. Yəni bu LUMP ümumiyyətlə test case-ləri bəzi yerlərdə belə zəif ola bilər. Hani o bug'ları görmür də. Məsələn, aynen. Belə yazdığın zaman düz verəcək. 2 rəqəmi direkt özünü çıxışa verir. Amma bunu ona vurub ardından onluq əlavə etdiyin zaman dediyim kimi sonu 0 ilə bitən rəqəmlərdə problem yarana bilər. Çünki 0-ı ona vurduğu zaman yenə 0 alınır və onluğu üstünə gəlir sadəcə. Eyni şəkildə sadə 2 verəcək. Bunu da düzəltmək üçün sadəcə təkliyi ayrı, onluğu da ayrı bir şəkildə çıxışa verə bilərsiniz. Yəni çox da bir qarışıq tərəfi yoxdur. Şöyle yazım var. Öyle hamı. Belə yazdığın zaman bir tərəfdə 0, bir tərəfdə 1 verir. Sonra ikinci sual. İkinci sualı bu işləməklərdən birindən yenə. Əslində sən deyə bilərsən ikinci sualı həllini. Sual deyir ki, sizə bir dənə 2 rəqəmli ədəd verib, rəqəmlərin birinci cəmini, sonra da hasilini çıxışa verin. Bəli, müəllim. Şeydir, Aha, bəli. deməli bura dəqiq tam görünmür. Hə. Deyir ki, müəllim burada hə, orada yazmalıyıq məncə siyahut idi. Birinci rəqəmi almalısan da, sənin uşağı bir rəqəm verəcək sənə. Evet. Onun üçün nə edirik? Mən bir dəqiqə. Giriş almaq üçün aslında istifadə edirdik. Siyahdan başqa, siyahda oxşayan elə. Dəqiqə. Siyahdan başqa mən yadımda deyil. Sin ilə başlayır, o da elə sin. Sin komandasını alır da. Biraz əvvəl gördük, bu da bunun əvvəl bunun kodunu yazanı göstərdik, indi elə sin. Amma bu sindən əvvəl birinci başqa bir şey daha eləmək lazım idi. Şeydir, sindən qabaq şey yazmaq lazımdır. O işarə var, dırnaq işarəsi. Dırnaq işarəsi yox. Birinci elə int məsələn o n-i göstərmək lazım ki, şəkildə integerdir da bu n. Yəni ki, bu n-in nə olduğunu bilmək lazımdır. Sonrasında nə edirik? Sonra sin yazdırıq, elə. Aha. Sin yazırıq, sonra yazır x
X yox. Axı Hı. X gəlmir ki, burada n-i göstərmişik. Hə, Bura nə n onda qoymuşuz? n olur. N N1 elə bir çıxılsın Yox. Hələ necə? bir yaz da, yəni ümumiyyətlə n1 tək keçmə ora. Təkər-təkər də elə yazaq. Hə, indi n yox, n deyil də bir dəqiqə. Mən burada təzədən sin yazmaq lazımdır. Yox. Burada indi şey tapanlar deyir. Bizdən rəqəmlərin cəmi və rəqəm bir dəqiqə bu deyil. B sual. Rəqəmlər və cəmi və rəqəmlərin hasilini soruşur da. Yəni məsələn 46-dır burada. 4 ilə 6-nın cəmi 10, hasili də yəni vuruqlarda 24. 4 6 vuruldu. İndi burada nə etmək lazımdır? Ona görə birinci biz nə etməliyik? N1-dən, yəni n-in birinci rəqəmindən ikinci rəqəmi tapmaq lazımdır. Onun üçün nə edirdik? Onun üçün də müəllim elə bil yazırdıq ki, n orada bir şey olmalı idi. Bu şəkildə yazırsan. Int n1 bu n1 dediyim kimi hər hansı bir şey yaza bilərsən. Hətta biraz əvvəl Hə. Fatıma göstərdi kimi, hətta bura onluq, təşkil bir şey də yaza bilərsən. Nə heç bir problem yoxdur. İstəsən armud yaz, yəni o önəmli deyil. Hə. Sonra N1 n-i səndə daha sonra şeydi müəllim, orada yazır ki, çıxılsın yox, bir dəqiqə o bərabər, hə. n-i nə etmək lazımdır ki, sadə birinci rəqəmi qalsın orada? Məsələn 46-nı nə etmək lazımdır? 46 necə yəni 46-nı necə? 46-nı nəyəsə vurmaq lazımdır, bölmək lazımdır, sadə birinci rəqəmi qalsın. Ha, bəli. Fatih desin özün. Mən n-i 10-a bölmək. Aha, düzdür. Çünki n-i 10-a böldüyün Yəni zaman n/n tam verəcəkdir. Ancaq tam hissəsini 4.6 alınır, amma bizə 4 verəcək ancaq. aha, düzdür. Çünki Mənim sonra da n faiz yazılır da int aha. int n2 olurdu. Hə, n2 bərabərdir n faiz 10. Aha, qalığı götürür də və ona böldüyümüz zaman da bu da qalığı tapır. Ha, bəli. Müəllim, mən bu günü yazdım. İndi məndə çıxıb ki, Lalo Cəfərova. Nə etməliyəm? Necə? Gmail və şey kod Mən- gəldi sənin? Nə müəllimə? Gmail Gmail link gəldi sənə. Baxın mən. Dərsdən sonra baxarsan. Yəni burada indi şey edirik. Yo, Vallahi. müəllim gəlmədi. Gəl, onda sən adını yazmamısan axı orada ora. Bax, Müəllim, loginə girib yazmalı deyilik. aha, loginə girsən, sonra orada forget password-a basırsan. Gmail-və link görün ki, password yadından çıxıbsa. Ondan sonra da elə düzəldə bilirsən. Təzə password bəlirləyirsən, deyil ora. Müəllim axı eləmişdim. Forget password-a basmışdım. Gmail-ə bir şey gəldi, link gəldi sənə. Xeyr, müəllim, gəlmədi. Onda dərsdən sonra sən mənə qal, onun ekran paylaşarsan elə baxarıq. Yaxşı, çox sağ ol. İndi dərsə elə baxaq. Hə, deməli, bu arada dediyim kimi, bura n2 yazırsan desən, o biraz orada qaldım. n2 yazırsan desən, ona nə isə onu yazmalısan. Şeydir, inki ora şey fərqi yoxdur da, yəni hansı hərfi yazılıb da elə. Aynen, yəni hətta bura Çünki dediyim onu kimi. şeydir, məhsul rəqəm kimi algılayır. Aynen, onu bir x ya da y də yaza bilərsən, yəni heç problem yoxdur. Hətta belə yaz, sən əsnad 1 yaz, elə, yəni istədiyini yazarsan, orada heç problem yox. Sadəcə sonrasında məsələn bura n1, n2 yazmışsansa, burada x1, x2 yazan varsa da, yəni ki, olanı istifadə eləməlisən də, olmayan şey kod hardan bilsin sənin nə mənaya gətirdiyi. Hə. Deməli, 2 rəqəmi də tapdığımıza görə n1-i 4, 40, n-i 46 yazıyorsa deyək ki, aldıq. Burada input da verir. Yəni bu örnəkdir sadəcə. Məsələn, örnək olaraq 46 verdi. Bu indi n1-i n10-a bölərək aldıq 4. N2-ni də aldıq 6. Artıq rəqəmlərimiz var əlimizdə. İndi ən asan hissəsi sadəcə bunların cəmini, sonra da hasilini, yəni vuranda olan ədəd çıxışa vermək lazımdır.
Onun üçün nə edirik? Compound Necə? 8 compound deyirəm. Şeydir. Bu sinə oxşayan nə idi? Çıxışa vermək üçün. Sinə oxşuyur. Aynen Sim. Sim. Siyaht. Siyahut hə. Hətta bunlar ağlını tutmamız bir şey. Yəni ingiliscə bilirsən də in və out nə deməkdir? Hə. In içəri, out. Aynen. Onun qabağına si əlavə etsən. In, sin, out, see out. Yəni heç bir fərqi yoxdur. Aha. Burada da bu arada sinə sağ tərəfə qoyursan oxları, siyahut da sol tərəfə. Bəli. Sağ soldan. Hə deməli indi birinci bunların cəmlərini çıxışa vermək lazımdır. Nə yazırıq ora? Şimdi orada da müəllim elə yazırıq ki N1 üstə gəlsin N2 üstə gəlməsin. Sonra Sonra da sonra bir şey daha çıxışa ver. Sonra da hasili çıxışa verməmiz lazımdır. hə onda sonra da N1 vurasın N2. Direkt belə mi yazacağam? Bu düz verəcəksənsə. Yox, elə düz verməyəcək. Niyə verməyəcək? Nə demək lazımdır alalım? Çünki müəllim şeydir, onu birinci toplayıb sonra vurmaq istəyirsən, mötərizənin içində yazmaq lazımdır. Yox, ümumiyyətlə onu demirəm. Bir dəfə deyir ki, bax 46-nı tapdı ya. Bir dəfə outputda məsələn deyək ki, 46 rast bir rəqəmdir də deyək, ya da məsələn 12 deyək. Məsələn 27 dedin də deyək ki. 27 2 və 7 tapdı. Burada şəkildə məsələn birinci rəqəmini tapdıq burada 2. İkinci rəqəmdə 7. Sən deyir ki, çıxışa bir dəfə bunların cəmini versin, yəni 2 plus 7-ni, 9-u yəni. Sonra bir dənə arada da 2 vur 7-ni, yəni 14-ü çıxışa versin. Belə deyir məsələn. Bəli. Sən bu onu verəcək misən çıxışa? Verməyəcək. Bax da. Görəcəm. Yəni burada da ara qoydum adım üstünə. Bunu görmədən. Yəni MBN 2-nin nə olduğunu bilmirəm. Ara qoyaq deyək ki, hətta. Yenə xəta verəcək ki, orada bir şey daha olmalıdır. Siyahda belə arada bir neçədən şey çıxışa vermək üçün nə lazım idi? Çıxışa vermək üçün Hani siyahda biz bir çıxışa vermirdik. Siyah bu, sonra siyah. Sən ilk dərslərdə var idin ha? bəli var idi. Hə, demədim siyah məsələn birinci məsələn 2 çıxışa versən, sonra siyah başqa bir şey desən, nə ediyor arada? Göstərdim hətta. Yəni bu şəkildə də yaza bilərik. Yox, bu şəkildə də yaza bilərik. Məsələn 2, 3, sonra siyahut belə 4. Bir də amma deyək ki, bunları yan-yana yazmaq üçün nə edirdik? Hə, onların yan-yana yazmaq üçün də müəllim dırnaq işarəsi qoyub N yazırdıq. Var idi belə. Yox, o başqasını qarışdırırsan. Hə? Sonradan təkrar edin ümumiyyətlə onları. Çünki deyəsən yadından çıxıb yəni tamam. Arada Fatih demək istəyir. Nə edirdik? Mənim kiçik D işarəsi qoydu 2 dənə. Aynen bu şəkildə. Amma burada sizə düz verəcək. Məsələn, indi bu 46-ya versən, burada 10-u 24 belə çıxardacaq burada. Xeyr. Əslində yəni kod hər şey düzdür. Sadəcə tək bir hissədə qarışır. Bunları bitki çıxışa verəcək. Çünki araya bir əlavə qoymadıq. Sizə necə düzəldə bilərik? Altından yazarım. Ya da qızılcı deyə bilər. Heç danışmamısın. Qızılçöl. Dırnaq içərisində boşluq qoyacaq, sonra təzədən sol tərəfdən işarə qoyacaq. Aha, yəni belə deyək ki, boşluq qoyuruq və bu tamam düzdür. 2.46 girdiyimiz zaman gördüyünüz kimi artıq ayrı verəcək. Burada arada boşluq olduğu üçün.
Bu arada alt-alta yazmalıyız ama alt-alta yazmağın siyahda heç fərqi yoxdur. Yəni siyahda dediyim kimi bunu da yazan, yəni belə yazanda da bir fərq olmur. Bunu bu şəkildə yazdığın zaman da belki siyah, yəni bu da eyni şeydir ümumiyyətlə. Ya da +1 +2 eləyib sonra siyahut M1 vurulsun N2 eləmək də eyni şeydir. Çünki yəni ona baxmır da ardıdan mı yazmısan, yan-yana mı yazmısan. Bu sadəcə işinizi qısaltmaq üçün olan bir şeydir. Hani hər səfər təkrardan siyah bu, siyah bu, siyah bu falan demək yerinə sadəcə yanına bir dənə dırna, belə 2 dənə ox əlavə eləyib davam edə bilərsiniz. Sonra təkrardan bir şey daha yazarsınız. Bura məsələn A çıxışa verir. Sonra biraz daha beyni falan elə gedə bilərsiniz. İlk şəkildə endline da belə yaza bilərsiniz. Aslında sənin deyirsən biraz boşluqların var, o köhnə videoları sən gir izlə təkrardan. Biraz sən də Yaxşı not müəllim. olaraq. Yaxşı Evet, müəllim. izlə, sonra özün bir yerə gedəcək, sonra özün o kodu yazmağa çalış. Elə. Evet. Hə, deməli indi Müəllim, mən bir də bu tapşırıq hissələrinə girəmirəm. sən bu videoda hesab açsan, Bəli, sən qrupda varsan axı məndən. varam mən. Hə, Amma onda qrup qırmızı göstərir. Amma qrup qırmızı göstərir. necə göstərir? Qırmızı, qırmızı. Sən kompüterdən girsən də, hə, bu Hə, qrupa. kompüter. Bu qrupa girdin, Hı. bu girə bilirsən, heç problem yoxdur. Hə, belə qırmızı göstər, private yazmasını deyirsən. Tamam. Ha, o başqa şeydir. O ümumiyyətlə girə bilərsən. Private deməkdir ki, yəni Şiddet sadəcə şiddet var. Bu onun yanında kilit qoyulub bax. Mən baxsam girilmir. necə? Bax məsələn, siz bir tapşırıq olan yerə girdiniz, yuxarı baxın. Belə bassan girilmir. Məndə də görünür də, olan bir şeydir. Private-da da görünür o. Yox, məndə girilmir, ümumiyyətlə girilmir. İndi mən bura tapşırıq şey eləmək istəyirəm. Məsələn, bura girə bilmirsən belə basanda. Xeyr. Bir dənə ekran paylaş görüm. O kompüterdəsənsə. Yox, kompüterdə deyil, telefondayım. Bir dəqiqə müəllim. Şeydə mən olar axıra qalım, axırda mən bir də həll Olar. eləyərdim müəllimə. Olar. Yaxşı, çox sağ olun. Deməli, sonraki suala baxaq. Evet, fikirdə. Digits permutation. Swap first and last. Yəni deyir ki, 3 rəqəmli bir ədəd verilir. Burada üç rəqəmli bir ədəd verilir. Bizdən istəyir ki, birinci və sonuncu rəqəmin yerini dəyişərək çıxışa verək. Hansı 198-dir. Burada birinci və sonuncu rəqəm 1-lə 8 dəyişdirib 891 çıxışa verir. Mən bu sualı yazmayanlardan izahını vermək istəyən var. Nübar, sən yazmışsan bu sualı? Bəli, müəllimə. Sən sən username'in nə idi? Sən yazmamısan axı deyəsən suallardan. Yəni deyəsən ki, şey var, deyə bilərsən indi sualın həllini. Müəllimə, hansı sualın həllini? Bu C sualın. Deyir ki, 3 rəqəmli bir ədəd verilir. Birinci və sonuncu rəqəmin yerlərini dəyişərək çıxışa verin. Müəllimə, bunu valideynimlə həll edirəm. Okey. Başqa demək istəyən var? Yazmayanlar deməklə. Əli, sən yazmısan suallar? Bu sual. Yazmamısan desənə. Xeyr, mən də kod bloksu açamadım, yazamadım onu. Codebox dediyim işləmirsə online gedibdən girin. Orada problem yoxdur ki. Yəni C++ 26-dan seçirsiniz. Bu da normal işləyir yəni bu da run eləyəndə. İndi yaza bilərsən bir yerdə.
Gəl. Deməli, sən də hemen yazmışsın. Əli. Əldən səs gəlmir. Yəni sən problem varsa deyən də, yəni çox çətin bir şey deyil. Zaten şey izah eləyərəm. Yəni mövzuda ümumiyyətlə sən sadəcə sual yazan varsa, yoxsa mövzunu anlamamısan? Neyse. Deməli onda başqa həllini demək istəyən var. Bu onda mən yaxşı deyiləm 3-cü dərsdə. Ona görə İkinci, tam yazamam. sən birinci dərsi bəs başa düşmüsən yəni. Bəli, Sən bunu onu yaza, bilirəm. bunları yaza bilirsən ümumiyyətlə. Bəli. Sən username'i göndərmisən sən. Bəli mən. Sən username'in nə idi? Mən Ali da altda görsənir. Hə bu. Okay. Onda girişdə də bunları. İşləmirsən bunları yoxsa yox? Hə, ikisini işləmişəm. Başqa yox. Burada görünmür ümumiyyətlə. Şöyle deyirəm. Neyse. Amma yəni problem varsa o videolardan bax düzəlt də, yəni bir-bir elə özün yazaraq kodu. Yəni çətin bir şey yoxdur burada əslində belə, yəni öz gözünüzdə böyütməyə gərək də yoxdur. Alt tərəfi yəni birinci bir dəyişən bəlirsən, sonra onu girirsən, ardından qalanlardasan. Bəli Hüseyn. Mən bu sualın izahı üçün qaldırmışdım. Hə, bu şey sualı. D sualı. D sualı. Hə, onda denəysən bir yerdə yazaq. Tamam. Mən orada yazırıq int a, shin a. Aha, yəni bu fix zaten dediyim kimi. Yəni bəziləri bunu çox gözündə böyüdür, amma yəni çox da bir dərinliyi yoxdur. Zaten int tipi bir dənə şey bəllidir. Yəni dəyişənin nə olduğunu yəqin ki, riyaziyyatdan hamınız bilirsiniz də. Tənlikləri hamınız görmüsünüz. Hə, onun kimi Bəli. düşünün. Orada bir dənə A-nın birinci nə olduğunu göstərir də, yəni int olduğunu göstərir ki, proqram bilsin əvvəlcə ki, bu A-nın nə demək olduğunu, yəni bu dəyişənin nə olduğunu bilsin də ümumiyyətlə. Hansı ki int də, yəni integer rəqəm deməkdir. 1-dən 13-9-a qədər olan rəqəmlər. Sonra sina integerdə, bu da sadəcə o işə yarayır ki, burada gəldiyim zaman yəni A sabit qalmır. İstədiyimiz bir rəqəmi biz özümüz veririk burada. Bu şəkildə. Yəni çox gözlə böyütməyə gərək yoxdur. Hə, sonra nə edirik? Sonra bizdən istəyir ki, yəni A-nın 3 rəqəmli ədəd olduğunu deyir. Ona görə yazırıq int B bərabərdir A bölü 100. Buradakı B A-nın yüzlüklər mərtəbəsini göstərir. Aha, düzdür. Yəni Sonra bu da eyni şəkildə. Yəni bura əslində bir sonunda yəni belə məntiqdir. Yəni A-nı 100-ə böldüyün zaman başa düşə bilirsən ki, buranın qalıq olduğu üçün atacaq ümumiyyətlə, hansı ki int çünki qalıq tutmur və 1 qalacaq. Yəni son 3-cü həddi qalacaq. sonra yazırıq int C bərabər A böl 10, sonra da faizlə böl 10. Aha, burada da niyə bunu eləyirik? Çünki birinci 10-a bölürük ki, bu sondakı rəqəm getsin və 19 qalır. Çünki qalıq yəni qalmadığı üçün. Və orada sonra da ən sondakı rəqəmi çıxışa veririk. Hansı ki faizi 10-la verə bilərik. Çünki faizli 10 bir rəqəmi 10-a böldükdən sonra qalığı sadəcə çıxışa verir. Məsələn, 45 rəqəmini də 10-a böləndə burada qalıq 5 qalır da. Bu şəkildə sondakı rəqəmi tapa bilirsiniz. Aha, deməli sonra Sonra da yazırıq int D bərabərdir A faizlə böl 10. faizli 10. Neyse. Hə, yəni bu hissə də deməli fixdir sonuç olaraq. Yəni B, C, D bunlar yəni dəyişənlərdir. Bunu A1, A2, A3 edə bilərsiniz. Yəni istədiyiniz bir şey yaza bilərsiniz. Burada belə çox önəmli bir tərəfi yox. Sadəcə B-nin dəyəri A-nın birinci rəqəmidir. Onu göstərməyə çalışır. Bu intlərdə yazmaq lazımdır ki, yəni bilsin ki, bu nədir tam olaraq.
ümumiyyətlə təzə bir dəyişən bələdiyiniz zaman ona bir ad vermək zorundasınız da, yəni bu nə olduğunu. Yəni bir integer midir, yəni bir rəqəm midir, hərf midir, ya da onu göstərmək üçün məcbur olaraq bunu yazmaq zorundasınız da. Ardından nə edir deməli burada? Mən siyah yazırıq. Aha. Mən bizdən istəyir ki, yüzlüklə təqsimə qədər dəyişsin. Yəni D ilə, yəni B ilə D D. ilə Ona görə D, aynen. yazırıq D vur 100. Yenə burada problem yaşaya bilərsən də dediyim kimi. Burada çünki ilk məsələn son rəqəm 0 olduğu zaman məsələn problem yaşaya bilirsən. Amma nəysə, yəni indi bu sualda böyük ehtimal ona çox diqqət eləmir. Amma yəni hə tamam. D vur 100 üstə gəl. B vur, yox, C vurun. Ha, düzdür. Üstə gəl B. Aynen. Ya da direkt en basit yoluyla birinci D-ni, sonra C-ni, sonra da B-ni bir şəkildə çıxışa verə bilərsiniz. Ayrı-ayrı, belə bir təşkil. Mən ilk öncə belə yazmışdım. O səhv göstərdi. Sonra getdim o biri cür yazdım. Ha, deməli onda kodda şey deməyə çalışır. Mən 94% göstərdi belə Ha, yazanda. onda deməli kodda şey istəyir də, sonra çıxışa verdiyin rəqəm də integer olsun, yəni sıfırdan başlamasın. Ha, onu deyirsə, hə, ola bilər elə. Hə, bəzən şu suallarda onu demir. Amma yəni dediyim kimi də bir dəfə onu yazsın, sonra sən dediyin kimi yazsan, görə bilsən də hansını istədiyini kodun. Amma çox vaxt deyir yəni kodlardakı çıxışa məsələn verəndə nə tər verəndə, hani sıfır başda olsunmu, olmasınmı deyə. Hə. Onu da deməli bu koddan düz işləyəcək. 98 891. Aha. Deməli burada anlamadığınız bir hissə varmı? Yazmayanlardan soruşuram. Demişim də yəni bunları gözə çox böyütməyə gərək yoxdur bəziləri. Şu hissə ümumiyyətlə əzbərdir. Burada birinci sin A, yəni A-nın dəyərini alırsınız. Bu intdə A-nın nə olduğunu bəlirləyir də, hani dediyim kimi rəqəm midir, hərf midir ya da və s. nədirsə artıq. Onu tapırsınız. Sonra da bir-bir gəlirsiniz. Bura bu zaten məntiqdir. Hamısını bir tapırsan və ən sonunda çıxışa verirsən yəni aldığın rəqəmi. Yəni çətin tərəfi yoxdur. Burada yəni hər gün deyirəm, belə anlamadığınız şeylər varsa, yəni ümumiyyətlə mövzunu özünüz anlamamışsınızsa, yəni deyin, əlavə dərsdə izah eləyim də ümumiyyətlə onu, əlavə dərs alan bir dəfə izah eləyim hamısını. Məsələn, 5-ci gündən elə istərsə onu ayrı-ayrı təkrardan bir mövzuda təkrar eləməyə. Yəni anlamayan varsa desin, çox bir utanacaq bir şey də yoxdur zaten. Mən özümdə də ilk başda biraz anlayamamışdım. Sonradan deməli D sualına baxaq. D sualında deyir ki, bizə 2 dənə rəqəm verib, bu rəqəmin cəminin kvadratını tapın. Kvadratın bu arada yəqin ki, nə olduğunu bilirsiniz də yəqin ki, yoxsa bilməyənləriniz var. O deməkdir ki, rəqəmin özünə vurulması. Məsələn, 6-nın kvadratı, 6-nı yenə özünü 6-ya vurursan 36 ya da məsələn 7-nin kvadratı 7 vur 7 49 deyə kimi. Burada da sizə itirir bilirəm. Yəni suala cavab vermək istəyən var. Niyə cavab vermirlər? Əl qaldırsın ümumiyyətlə. Əgər cavab vermək istəyən varsa. Okuyanda özüm izləyeyim. Sualda deməli birinci... Müəllim, Aha, bəli. sualın şərtini oxuya bilərsiniz. Sualın şərtində bizdə bir dənə rəqəm verir ümumiyyətlə. Bir integer də, bir rəqəm, 2 rəqəmli ya da 3 rəqəmli. Bir dəqiqə, 2 rəqəmli. 2 rəqəmli bir ədəd verir və deyir ki, bu ədədlər, bu rəqəmli ədədin rəqəmləri cəminin kvadratını çıxışa verir. Cəmi tapmışıq da, nə deyirəm, 23-ün cəmi nədir? 2 ilə 3-ün cəmi, rəqəmlərin cəmi. 5 edir də. 5-in kvadratını, yəni özünə vurmağa çıxışa verir. Ki, çox asandır, yəni cəmi tapdıqdan sonra. Cavab vermək istəyirsən sual? Bəli. Canlı yazaq. Birinci nə alırıq? int
A, B, C. A, B, C. Tamam. Sin A, Sin A. B bərabərdir A bölünsün 10. A bölü 10. Sonra C bərabərdir A faiz 10. bərabərdir A faiz 10. Siyahut mörtəzədə B üstəgəlsin C vurulsun mörtəzədə B üstəgəlsin C. C. Vur mürtəzədə B üstü C. Yəni, tamamilə düzdür. Burada da bu arada yəni gördüyünüz kimi inti belə yan-yana da yaza bilərsiniz. B-nin üç daha əvvəldən artıq int olduğunu dediyimiz üçün burada təkrardan int olduğunu göstərməyə gərək qalmır. Çünki zaten artıq yuxarıda göstərmişik. İntegral bu kodda çıxışa verəndə tamamilə düz işləyəcək. Gördüyünüz kimi 25. Aha. Deməli, yəni burada problemi olan var. Bu eyni şəkildə, yəni bura int belə də yaza bilərsiniz sırayla. Bu şəkildə bura B-ni yazmaya bilərsiniz. Ya da elə yuxarıda int yazmışan hazır B, C şəkildə fərqli yəni integerləri göstərib ardından burada da yazmaya da bilərsiniz. Çünki əvvəldən göstərmişsiniz ki, bu bir integerdir. Aha. Deməli, bu sualda biraz problem yaşaya bilər. Mənfilər olduğu üçün, mənfi rəqəmlər olduğu üçün. Bu sualı yazın. Tamam. Aha, bəli, zəlim hesablar. Bu da Turan artıq hazır. Hansı zəlimək istəyirsiniz? İkiniz bir yerə qoşulsa deyəsən, eyni fikirdən. Turan. Yəni, Turan, okey. Zəli sual necə yazarıq səncə? Int I N K Z. Necə? Int I N K Z. Yəni hər hansı bir rəqəm qoya bilərsinizsə dediyim kimi burada önəmli deyil adın. Aha, sonra Sin I. ardından Z bərabərdir ABC mötərizədə I bölü 100. ABC yəni hər səfərində ABC yazmaq yerinə sən bir dəfəlik zaten bunu i-ni bərabər eləyək ABC i-yə də. ABC bu şəkildə direkt i-nin özünü müsbətə çevirə bilərsən. Yəni əgər mənfidirsə. ABS bu arada bilməyənlər varsa onu demişdim məncə ilk bunu modlu elə bir çevir. Modlu alır. Hani mənfidirsə müsbətə çevirir. Bu o işə yarayır. Heçdən bilənləriniz vardı hani bəzi rəqəmlər belə yazılır ya. Məsələn -5 məsələn bunun isə yazdığı zaman riyaziyyatda bu bərabər olur 5-ə. Yəni bu çünki o deməkdir ki, müsbət tərəfini alacaq da. Hətta 5 yazan da 5-ə bərabər olur. Deməli belə aldığın zaman burada belə eyni məsələn deyək ki, hər hansı bir eyni rəqəmin var, eyni 2-yə vurmaq istəyirsən, eyni bir şəkildə yaza bilərsən. Deməli i-ni modlu aldıq. Bu sayədə i-ni mütləq şəkildə müsbət elədik. Sonra nə edirik? Burada sualı demək yaddan çıxdı. Sualı deyir ki, rəqəmləri bir-bir çıxışa verin. Hani 198 isə 1, 9, 8 kimi arada çıxışa verin. Aha, demək sonra nə edirik? Turan. Z bərabərdir I bölünsün 100. I bölünsün 100. N bərabərdir I bölünsün 10 faiz 10. Faiz 10. K da bərabərdir I faiz 10. Biraz karışık geldi. Neyse. Okey. Sonra ne edirik? Çıxışa Cout N yazandan sonra böyük işarəsi burada sırayla çıxışa ver deməli deyil. Z. Birinci Z. Özünü də qarışdırdım gətirirsən, hə? Z end-dir. Z, end line. Sonra N end-dir. yəni belə davam edir.
Burada K. Bəli, bu qədər. Burada N yaza bilərsən, amma yəni burada çox bir fərqi yoxdur. Dediyim kimi yenə son sətirdə sonuç olaraq burada oturub bir şey çıxa verməyəcəksən. Sonra Endl-da yaza bilərsən. Yazmaya da bilərsən. Şimdi telefon kamerası da açıldı seçmişsən. Aha. Bunda çıxışa verdiğiniz zaman sən 232, 234 yazdığın zaman 234 verəcək. Amma əgər burada olsaydı bu ABS yazmasaydıq, onda nə olacaqdı? Mənfi rəqəm verdiği zaman burada mənfiyə görə yazdım onu. Çünki digər suallarda indiyə qədər mənfi ola biləcək mi? GDB yenə gəl. Bir deyək ki. Gördüyünüz kimi hər bir mənfi verəcək, amma bizdən belə istəmir də. Amma bizdən belə istəmir də, ümumiyyətlə mənfi çıxışa verməsini istəmir. Sadəcə rəqəmlərini çıxışa verəcək. Bu da göstərdik kimi. 232-dir. Mənfi 2, mənfi 3, mənfi 2 verməyib də, 202 verib. Ona görə bu ABS yazmaq zorundayıq. Ki, əgər rəqəmimiz mənfidirsə, bunu müsbətə çevirsin. Yəni ki, Stano modul bilirsiniz də. Deməli, suallar qutardı. Yine də sualları olan var ki, dəstədən ümumiyyətlə soruşsun. Yazanmadığı, məsələn, burada görürsən, bəziləri yazan başa düşmür. Məsələn, mövzuları başa düşməmişsinizsə, sin nədir, int nədir? Sual olan var ümumiyyətlə? Yoxdursa, hemen sualı olmayanlar da yanımda dərs tez çıxacaq da, mən buradayım. Mən indi yarış atacağım, yarış işləyərsiniz. Sualı olmayan varsa çıxa bilər də, dərs tez qutardı. Sağ olun.